Səfərbərlik və hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin 2025-ci ildə 172 əməkdaşı cəzalandırılıb. Bu barədə Today Press TV-yə qurumdan məlumat verilib. Belə ki, əməkdaşların qeyri-qanuni hərəkətləri və vəzifə səlahiyyətlərindən sui-istifadə halları üzrə 2025-ci il ərzində 172 əməkdaş, onlardan 65-i rəhbər heyət barəsində intizam tənbihi və təşkilati ştat tədbirləri görülüb. O cümlədən 9 əməkdaş mənfi əsaslarla ehtiyata buraxılıb və ya əmək müqaviləsinə xitam verilib. Ümumilikdə ötən ildə 44 fakt üzrə 93 nəfər barəsində toplanmış materiallar prosessual qərar qəbul edilməsi üçün Baş Prokurorluğa göndərilib. Qeyd olunub ki, hərbi vəzifə və hərbi xidmət haqqında qanundakı dəyişikliyə əsasən 15 yaşına çatmış kişi cinsli vətəndaşların ilkin hərbi qeydiyyata alınmasında yeni müddəaların tətbiq olunması, tələb olunan sənədlərin aidiyyatı dövlət orqanlarının elektron sistemlərindən inteqrasiya yolu ilə əldə olunması da onlarla, eləcə də valideynləri və qanuni nümayəndələri ilə əyani təmasının minimuma endirilməsinə və bu sahədə şəffaflığın artırılmasına xidmət edir. Belə ki, ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin kağız daşıyıcısının ləğv olunması, ilkin hərbi qeydiyyata alma komissiyasının qərarının və digər məlumatların vətəndaşlara elektron formada göndərilməsi MyGov platforması üzərində elektron kabinetlərinin yaradılmasını zəruri edir. Namiq Abbasov, Today Press TV.